Deməli, marafon qrupu üçün mövzuları hazırlamışam. Təbii ki, biz marafon qrupumuzda, daha doğrusu ümumi dərs qrupumuzda son 2 ayda bütün mövzuları keçib bitirdik. Bugün ədəbiyyatdan son mövzulara baxdıq, yekunlaşdırdıq. İndi də ekranda görürsüz 20 günlük deməli dərs cədvəlimiz belədir ki, yəni məsələn bir gündə fonetika leksikanı təkrar edirik, eyni zamanda şifahi xalq ədəbiyyatı ilə Kitabi Dədə Qorqud. Sonra söz yaradıcılığı isim, qədim dövr Nizami Gəncəvi. İndi deyəcəksiniz, ay müəllim, bu necə təkrardır, bu qədər yüklənərmi bir uşaq? İndiyə kimi onlar məni incidirdi, inanın. İndi də sıra məndədir ki, mən onları incidəcəm. Son 20 gün ancaq bu deyək ki, əziyyətin bəhrəsini görəcəklər. Məcburuq. İndi deyəcəksiniz, fonetika leksika başlanma, əlbəttə ki, yox. Bura gələn uşaqlar son 20 gündə biz sıfırdan dərs keçmirik, Sait Samit öyrətmirik. Sadəcə olaraq dəyərli şagirdlər. Belə bir məsələ var da, yəni fonetika və leksikada məsələn 10 dənə, 15 dənə sual burdan, 15 sual burdan, 15 sual burdan, 15 sual burdan. Bu olur bizim nəyimiz? Mövzu təkrarımız. Əlavə olaraq da həm dərsdə işləyirik tez, həm də ki, dərsdən qabaq da 30-30 olmaqla qarışıq suallar, sınaqlar işləyirik. Burada da məsələn bizim təhvil tariximiz var. Məsələn sabah fonetika və leksikadan və şifahi xalq ədəbiyyatı Kitabi Dədə Qorquddan 13:00-15:00 arası uşaqlar materialları yazıb şəklini çəkib yollamalıdır. 2 qarışıq sınağımız da olacaq. Onu da 16:00-dan 19:00 kimi çəkib yollamalıdırlar. Yəni bu cür biz gedirik və eləcə də şagirdlər üçün təzə rubrika yaratmışam. 10 sual, 10 cavab. Bunları da izləmək onlar üçün çox faydalı olacaq və inanıram ki, hər şey yaxşı olacaq. Bir də abunə olun bu kanal, bu yetim 30 min abunə olsun. Yazıq. Oy, evimin rəzalətini görməyin. Burada da bizim belə idman alətimiz var, əgər maraqlıdırsa.